Şəhərimizdə çəkilən avtobus zolaqlarına fikir vermişsiniz? Onlar sizin daha rahat və təhlükəsiz hərəkətiniz üçün yaradılıb. Zolaqlar boş görünsə də, əslində onlar daim insanlarla doludur. Bir minik avtomobilində adətən 1 və ya 2 nəfər, bir avtobusda isə ən azı 30 sərnişin olur. Avtobus zolaqları yolların daha səmərəli istifadəsinə imkan yaradır. Onların sayəsində avtobuslar tıxacda qalmadan sürətlə hərəkət edir. Dayanacaqlarda gözləyən sərnişinlər isə vaxt itirmir. Üstəlik, bu rahatlığı görən şəxsi avtomobil sürücüləri də ictimai nəqliyyata üstünlük verirlər. Nəticədə yollardakı avtomobillərin sayı azalır, şəhərdə hərəkət daha təhlükəsiz və rahat olur. Ona görə də unutmayaq, avtobus zolaqları boş deyil, əksinə yüzlərlə insanın rahat və çevik hərəkətini təmin edir.